Axşamınız xeyir olsun mənim gözəl həkimim. Sizə ən birinci növbədə onu demək istəyirəm ki, siz pasientlərinizin hamısına bir həkimdən əlavə çox yaxın, əziz insan kimi, bir qohum kimi, hətta qohumlarımızdan belə yaxın bir insan kimi davranırsınız. Buna görə də ətrafımızdakı insanların sizi seçməkdə səbəbi ilk öncə peşəkarlığınızdan da ilk öncə bu istiqamlılığınız, bizə yaxşı davranmağınız, gecənin saat neçəsi olur olsun, saat neçə olur olsun, mən sizə yazmışam da və bilirəm ki, bu hər kəsə qarşı belədir. Yazmışam da, zəng etmişəm da, siz bezmədən, mənə hər dəfəsində səbirlə cavab vermisiniz. Mənim beynimdə kesir olsun, normal doğuş olsun, bunların hamısına qarşı olan bütün qorxuları siz yox etmisiniz. Mən sizin yanınıza gələndə yüksək zulalla, yüksək təzyiqlə və qan azlığı ilə gəlmişdim. Siz məni doğuşa qədər elə bir vəziyyətə gətirdiniz ki, mən o doğuşdan belə deyim, necə çıxdığımı, necə girdiyimi heç birini bilmədim. Mən doğuşa girərkən də mənə necə motivasiya verdiniz, yanımda oldunuz. Hətta belə deyim, siz məndən otaqda dizinizi yerə qoyub ayrıca söhbət elədiniz ki, qorxma, hər şey yaxşı olacaq, belə, elə olacaq. Öz haqqınızda mənə danışdınız, öz hekayənizi danışdınız. Mən sizdən ürəkləndim, girdim o əməliyyata. Siz deyirsiniz 30 saniyə, 60 saniyəli səslər olsun, amma inanın ki, sizi mən dəqiqələrə, saatlara soruştura bilmərəm. Mən artıq 3 ildir Melisa doğulub və sizlə heç vaxt əlaqəmi kəsə bilmərəm. Nə vaxtsa başım sıxışanda, kimsə haqqında nəsə bir köməyə ehtiyacım olanda belə sizə yazıram. Bilirəm ki, siz mənə təmənnasız, canla başla cavab verirsiniz, bezmədən hər dəfəsində. Bir sözlə, yəni həkim olmaq bəlkə də asandır. Çox asandır. Oxuyarıq, savadımız olar, olarıq. Amma siz olmaq çox çətin məsələdir, Günel xanım. Siz həqiqətən bütün xəstələrə, bütün pasientlərinizə, bütün necə deyim, hamilə qadınlara həqiqətən bir mələk kimi yaxınlaşırsınız. Bir cana yaxın bir insan kimi, bir əziziniz kimi yaxınlaşırsınız. Ona görə də mənim sizə həqiqətən sizin haqqınızda olan düşüncələrim heç vaxt saatlara sığmaz.